Salam aleykum xanımlar, kanalıma xoş gəlmisiniz. Bugün mən seyirli çubuğumdan burada sizə yuxarı hissədə olan geyimləri göstərəcəm. Bir-bir. O biriləri hamısını göstərmişəm. İndi göstərmədiklərimi göstərməyi istəyirəm sizə. Birinci adresi də deyim sizə. Sumqayıt şəhəri 17-ci mikrorayon 5 fəsil və Qərb sarayı ilə sarayın ortasında yerləşən Nur Hicab dükanına buyurub gələ bilərsiniz inşallah. İndi keçək geyimlərə. Göstərim sizə. Belə bir ziyafət geyimi mi deyim, belə bir tipdə bir geyimdir. Göstərmişdim sizə, sadəcə olaraq indi baxmayanlar üçün göstərirəm, görməyənlər üçün göstərirəm. Belə bir içilik dondu, atlas materialından və üst geyimi də belə bir dondu. Qollardakı beləncə. Bunun iki rəngi mövcuddur. Altda belə bardov rəngdən olan da var, bir də belə göy rəngdə olan da var. Sonra bunu qoyaq yerinə. Belə bir çox satılan dəstlərdən birini göstərim sizə. Yupqalı dəsti. Buna oxşar şalvarlı dəstə var. Bizdə köynəyi demək olar ki, eynidir. Belə bir yupqadır, enli. Yəni, lap elə balaca ölçü deyil də. Yəni, haradasa 44 ölçüyə kimi getməlidir. 44-46-ya kimi getməlidir. Və belə bir köynəyi var. Bel hissəsi belə rezinkadır. Yəni ki, enlənir də. Bunun bu mavi rəngi var. Qara rəngi var. Göy rəngi var, tünd göy. Bir də ki, qəhvəyi rəngi var. Görünür də, yəqin ki, oradan bir rəngləri düşürdüb göstərməyim deyə belə göstərirəm sizə. Kameranın bu tərəf eləyim. Sonra belə bir ən çox satılan dəstlərdən də biri budur. Bu nədir? Üçlü dəstdir. Belənçi ətəkdir. Sonra belənçi tunikadır və belə hicabı da var üstündə. İstəyən hicabını taxa bilər, istəyən taxmaya bilər. Bunu başqa bir ətəklə də geymək olar, bunu da başqa bir köynəklə də geymək olar. Yəni ki, bunu da kiməsə pay verə də bilərsiniz. Yəni, özünüz bilərsiniz necə eləmək. Yəni ki, çox satılanlardan biri budur. Bunun da ki, rənglərini sizə göstərim. Yəni ki, belə bir materialda yupqası var, şərfi var, üstü qaradır. Sonra belə üstü qəhvəyi rəngdə olanı da var. Necə göstərim? Bunlar hamısı bir-bir düşürsəm. Nə boyda vaxt aparır, ona görə düşürtməyi də istəmirəm. Belə. Qəhvəyi rəngdə olan, oradan görünür əslində. Belənçi yupqası var, qəhvəyi güllərlə. Sonra üstü göy olan da var. 1, 2, 3, 4. 4 rəngi qalıb. Bardov rəngi də var idi, o ən çox satılanlardan biri o idi. O bitib, 2 dəfə sifariş vermişdi, ikinci dəfə də bitib, əlhəmdülillah. Belə, bunu da bura qoyaq yerinə. Onu belə düzəliş eləyək. Sonra belə bir dəst. Qara bir dəstdir. Yupqalı bir dəstdir. Bu da qəşəng bir geyimdir. Belə bir dəstdir. Yupqalıdır. Belə yupqası var. Materialına baxız. Belə naxışlıdır. Və belə bir üst geyimi var. Cavan qızlara vəbşə qəşəng qalar bu. Belə. Sonra belə bir tunikadır. Bu ölçü ilə də böyük bədən, belə ştapel materialında belə bir tunikadır. Əslində bəzi malları mən endirimə qoyacam. Elə bunu da əslində bunları da endirimə qoyacam. Neysə, endirimli malları sonra ayıracam. Bəzi malları indi ora nəysə tapsam qoymağa. Onu götürəcəm. Onun yerinə başqa bir geyim qoyacam. Onu isə endirimli mallara qoyacam. Endirimli malları da ki, ayrı bir videoda çəkərəm inşallah. Baxın görün, bu nə qədər video olacaq səhnə boyda. Dəqiqəsi nə qədər olacaq da. Bu da gözəl bir modeldir. Bu model, bu bir də obsi yaşıl tunikalılar. Məsəl üçün, arıq, uzun boy xanımlar üçün, qızlar üçün çox qəşəng görünür. Belə bu rıbqa modeldir. Yupqası obsi kloş kimidir, amma bu yupqa, rıbqadır, nə deyirlər belə, balıq ətək deyirlər də. Belə bir, bu da üst geyimidir. Buradan da belə, bu tərəfdən belə bağlamağa yeri var. Bu da ki, belə böyürdən belə bağlamağa yeri var. Belə bir bardavi rəngdə, tək rəngdədirlər. Bundan da hələ ki var. Sonra Kaliforniya materialında belə bir dəstlər var. Bunun elə bir ki, göy hissəsi, heç görünmür ki, mən də danışıram. Göy olanı şalvardandır. Qarası və açıq boz olanı isə yupqa ilədir. Arxada görürsünüz, açıq bozdur. Bundakı şalvarla olanı belədir. Böyük bədən gedir bunlarda.
Belə bir şal vardı. Kaliforniya materialında və belə bir köynəkdir. Yeni bir dənə Kaliforniya köynəklər də gətirmişik. Onu mən çəkməmişəm. Onu da göstərəcəm sizə. Unutmasam. Yəni biləsiniz ki, belə bir dəstimiz də var. Köynəklərimiz də var. Belə bir köynəkdir. Bunu da axırıncı paylaşmışam mən. Qara bir yubka ilə paylaşmışdım. Çox qəşəng qar əyində. Bunun da ki rəngləri var. Bu belə mat materialda, obsi biraz parlaq materialdadır. Bunların da rəngləri cappuccino rəngidir. Bir də ki, əliyi bura qoyum. Cappuccino rəngi və belə bir rəng. Bir belə rəng, bir də ki, belə bir rəng. 3 rəngi var. Tünd qəhvəyidən bir dənə qalıb. Yubka ilə də geyinə bilərsiniz, şalvarla da geyinə bilərsiniz. Fərq eləmir. Ekrandan nəsə çox uzaqlaşdım. Keçək bu tərəfə. Başımız gicəllənmədi yəqin ki, inşallah. Bunu da paylaşmışam mən. Bu da belə bir dəsti, cins olan. Birazdan əsl vaxtıdır bunun. İndi biraz qalındır. Belə bir kloş, bu da böyük bədənlərə də gedir. Enli modeldir. Belə bir üst geyimidir. Altdan məsəl üçün Kaliforniya materialında köynəklə çox qəşəng gedər. Ya da ki, hansısa rubaşka ilə belə dəstləşdirib geymək olar. Sonra belə bir kətan materialında donlardır. Tonika kimi də gedir. Biraz bu hissədə razrezləri var. Hicabsız xanımlar adi don kimi geyinə bilər. Belə də ki, yaşallarla ya da ki, ətəklə geyinə bilərsiniz. İçki donla da daşı geyinmək olar. Bunu açıq saxlasaz belə şeyləsiz. Yəni pis getməz. Bundakı rəngləri var. Bu xaki rəngidir. Sonra belənci yaşılla sarı qatışıq rəngidir. Belə narıncı rəngdir. Qara rəngdir. Bu isə biraz fərqli modeldir. Yaxasında biraz tikişləri olan modeldir. Nə oxşuyurlar demək olar ki, düşürtməyə ehtiyac yoxdur. Bir bardodur. Bir də ki, tünd narıncı rəngi var onun. Bu divardan bitdik. Keçirik obsi divara. Yuxarıdakı divarları, aşağıdakiləri hamısını çəkmişəm. İndi yuxarıdakı divarları. Yox, aşağıdakini də bəzisini çəkməmişəm. Buradakinin. O bayaq dediyim bantlı dəst var. Onun şalvarlı dəstidir. Oxşuyurlar demək olar ki, baxas belə eyni rezinkalıdır, eyni. Amma bu biraz yığcam modeldir. Bu biraz enli modeldir. Və belə bir bunu da paylaşacağım. Belə bir şalvardır. Və belə bir köynəkdir. Belində ipliyi açıq da saxlaya bilərsiniz, bağlı da saxlaya bilərsiniz. Və belə bir şalı var. 3 bucaq. İstəsəz bağlaya da bilərsiniz, istəsəz bağlamaya da bilərsiniz onu. Kim necə istəyir. Bunun da rəngləri var. Tünd korичневый, qara, bordovoy. Bordovoy biraz başqadır, onun kasınkası yoxdur. Biraz fərqlidir modeli. Bunun ortasında, qıraqlarında zamokla da belində ipi yoxdur da bunun kimi. Bir də hicabı yoxdur. Cüzi fərqlənirlər yəni. Bir də açıq bozu var bunların. Bordovoy bir dənə başqa modeldir. Sonra burada isə bu modeldir. Bu modeli də əynimdə göstərmişəm. Çoxlu videolar çəkmişəm. Gənə kəndə gedəcəm. İnşallah orada paylaşacağım hər dəfə. Belə. Kəndə gedəndə hər dəfə deyirəm bir nəsə video paylaşacağım. Nəsə çəkəcəm. Nəsə orada çəkmək məndə alınmırdı. Bir maraqlı nəsə çəkim ki, şeyliyim, paylaşım deyə. Sizcə çəkim ya yox? Belə bir tonika kimidir. Don kimi də geyinə bilərsiniz. Yox, qıraqlarında razrez var. Hicablılar üçün don kimi yaramaz. Bunu şalvarla mən videolarda görmüşəm. Nə ilə dəstləşdirmək olar? Belə bir şalvarla dəstləşdirmək olar. Sadəcə olaraq bunun rəngi uyğun gəlmir də. Bu rəngdə bizdə bozla qara məsəl üçün gələr. Qaradansa belənci qara, şalvar qara olsa daha yaxşı olardı. Məsəl üçün bunu açıq qoyurlar yarıya kimi düyməsini. Belə reklam eləyəndə həmişə belə reklam eləyirlər, burasını qaldırıb. Əllərini cibə qoyurlar, nə edirlər. Elə bir dəstləşdirib geymək olar. Yəni bunun ağ rəngi var. Bir də belə rəngi var. Bir dənə də qarası qalıb. Əyində qəşəng qar. Sonra pencəklərdir. Bu çiyinə, o keçən dəfə paylaşdıqlarım elə bil ki, çiyin bu hissəsindən çiyinsiz pencəklər idi də onlar. Bunlar isə çiyinlidir, tam belə oturan pencəklərdir. Belənçi bunlar bilməm, yaxından göstərməyə mənası var ya yox. Yuxarıdakılar ağ pencəklərdir. Ağ deyəndə ki, zil ağ deyirlər. Belə qırıq bəyazdır. Bu isə belənçi. Belənçidir. Bunların da ki, ölçüləri var. Ölçü iləndir və rəngləri qaradır, bozdur, qəhvəyidir, sonra biraz palasatı, biraz xətti. Bunun şeyləri də var. Bu pleçoları da taxmışam ayrıca. Bunlar ayrıca. Prosta mən biraz pencəyə, sadə pencəyə biraz görünüş vermək üçün belə pencəyin bu hissələrinə belə bir şeylər taxmışam. Hər dəfə deyirəm pencə ilə də bir nəyisə dəstləşdirib çəkərəm. Unuduram hər dəfə. Belə. Bunu da göstərmişəm, çəkmişəm də, səhv etmirəmsə. Bəli, çəkmişəm.
Belə bir dondu. Bu isə də zamokudur, cibləridir. Sadə belə dondu. Bunun da qaradır, bir də boz rəngidir. Sadə belə dondu. Sonra keçirik bu tərəfdəki pencəklərə. Bunlar da ki, katan pencəklərdir. Bir belənçi çəhrayı rəngi var pencəklərin. Astarsızdır da, o birisi astarlıydı, bu astarsızdır. Belə və ağ rəngi də var. Bir-birinin içinə giriblər. Belə ağ pencəkdir. Katan. Və burada bir dənə də katan var. Sadəcə olaraq o biraz başqa modeldir. Bu 4 düymədir. Amma bu isə biraz daha nazikdir. Material biraz fərqlidir, amma bu da katan kimidir. Katandır. Belə krem rəngində. Belə. Bunlar da belə sərim. Sonra plaşovka materialında tunikalar var belənçi. Onlar da mən endirimə qoyacağım. Plaşovka materialdır. Onlar da biraz fərqlidirlər bir-birindən. Yəni eyni deyirlər. Rasvetkaları biraz fərqlidir. Belə bir tunikalarda prosta biraz plaşovka materialdır da. Birazdan sezonu gələcək. Nasıl ravno onları endirimə qoymaq istəyirəm. Arxadan belədir. Bu göy olanı tam belə üst geyim kimi də istifadə eləmək olar. Bir də belə rasvetkası var. Onu da elə indidən bunları düşürdüm. Çox ora paltar seçməliyim, ilə qoyum deyə ki, onun yerinə. Bir də bu dəsti də göstərim. Bu dəfə kifayətdir. Sonra şarfları göstərəcəm sizə. Nə şərflər varsa, hansı. Ya da ki, baxaram dəqiqəsi azdırsa elə buna qoşaram. Belə bir dəsti. Bunun qəhvəyi rəngi də var. Bunu da paylaşmışam. Kanalda var istəyən. Baxa bilər necə əyində qalırsa, yəni. Ya da belə. Namaz donları da paylaşmışam. Hələ ki, vaxtda var. Onda hicabları da göstərim. Bir də bu dəsti də göstərim sizə. Belə bir şalvar dəsti də yenisi var. Belə bir dəsti. Adi dəsti sadə. Böyük bədəndə onu deyim. Uzundur. Bir də enlidir. Sadəcə olaraq materialı çox xoşum gəlir bunun. Belə necə deyim, necə başa salım, belə yumuşaq materialdır. Çox xoşum gəlir bu materialdan. Belə bir sadə şalvarda enli, bel rezinli və belə köynəkdir. Sadəcə olaraq keyfiyyəti çox xoşum gəlir. Və belə bir Kaliforniya köynəklər də gətirmişik. Biraz fərqlidirlər. Bu belə bir materialda köynəkdir. Bunun elə bir arxası uzundur, qabağı qısadır. Amma bu isə eyni uzunluqdadır. Rəngi də çox qəşəng, belə matni rəngidir. Baxız, bu hissələrində də belə tikişləri var. Bunda isə belədir. Güllərə baxsına qəşəng görünür. Bu qədər yeni olan onlar idi. Bir də namaz donları təzələri gətirdim.